Herkese salam. İspanya'nın şimal zonasıdır. Kantabria eyaleti. Neyler? Cənub zonasında həmişə güneş var. Şimalda bu güneşi günü tapmaq biraz çətindir deyəsən. Buranın mənzərəsi, görüntüsü xoşuma gəldi dedim. Bir video çəkək buradan da paylaşaq sizinlə. Bu ev çox gözəl evdir. Kəndin ara yoludur. Nədir bax bunlar başa düşmədim mən. Mənim fikrimcə ot presidir. Yəni bağlanıb xüsusi belə ki nəm olmasın, yaş olmasın. Çünki orada da var, baxın, başqa rəngdə bağlanıb, daha qabaqda biraz var. Yəni bu ərazinin ola bilsin otu biçilib, yığılıb bura və yaxud da dediyim kimi burada nəsə bir inşaat şey keçiriləcək, ona görə deyil. Və yaxud da təxlisi yoxdur, nəsə başqa, tam başqa bir şeydir. Adam da yoxdur ki, soruşaq. Burada dəfnə yarpağı, dəfnə ağacı var. Yeməyə atılan dəfnələrdən. İstilik sistemi kimi hər halda odun istifadə edirlər. Qaz xəttləri görmürəm, amma yəni nə demək istəyirəm? Odun peçinin o tüstüsünün iyisi gəlir, bax. Kəndin hər yanından o iyi gəlir. İt saz gəlir, değil mi? Hardasa it səsi də gəlir. Aha. Bizim arkadan gelmiş ki buradan baxaq. Tanınmamış vlogeri it tuttu. İspanya'da. Stadion görsənir buradan, səkəcəm. İspanya'da niyə futbol inkişaf eləyir sözünün canlı nümunəsi. Belə baxanda bura İspanya'nın hər hansı bir kəndidir və kəndin yanında hər hansı bir idman kompleksidir və stadionun ot örtüyünə baxın, qış ayı olmasına baxmayaraq özdə böyük ehtimal ki, uzaqdan görünən qədər oxşayan təbii ot örtüydür. Xəritə bizə deyir ki, kəndin içinə doğru enməliyik. Yola davam eləmək üçün biz də xəritəyə inanıb düşürük aşağıya tərəf. Düşdükcə də hər dəfə başqa gözəl mənzərələr açılır. Bura böyük ehtimalla kəndin daha köhnə zonasıdır. Çünki evlərin də formasından, üslubundan bilinir bu. Daha çox qədimi daş üslubunda inşa edilmiş evlərdir. Hərbi yaşayış evləri, baxın bu evə. Üstünü sarmaşıqlar alıb. Hər ehtimala, hər halda ki bu evdir, amma yaşayış sanki yoxdur, elə hiss olunur. Bax, bura köhnə tikililərdir hamısı. Kəndin içi ilə hələ ki davam edirik girilməyə. Belə bir ekskursiya gəlmişdi. Bayaq sizə göstərdiyim o stadion oradadır. Belə bir yola girdik. Bu yol velosiped yolu, həm də idman yolu sayılır qaçış üçün. Sağı solu öyle yaşıllıqdır. Ora çaydır, çay axır. Belə. Nədir, söyüd ağacıdır bu. Söyüd ağacına bənzir. Çayı göstərim sizə. Çay hardasa elə mən qalan qəsəbədən bura qədər uzanır. Ördək dağı üzür hətta orada. Bax o tərəflərdə ördək var. Yaxşı ov yeridir, batdı. O qarşı tərəfdə daha çox ördək var orada. Aha, uçdu biri. Biz çəkəndə çıxmazdı o. Qış ayıdır, bu ağaçların demək var ki, yarpağı tökülüb. Yəqin ki, buranın yaydakı mənzərəsi
daha gözəl olar. Amma indi də çox gözəl görsəndilər. Bayaq sizə yuxarıda göstərdiyim bax həmin bağlamalar. Haqlıymışam, otmuş. Bax burada cırılıb bir böyrü. Baxdıq. Bunu da öyrəndik. Bu vacib məlumatı sizə çatdırdım. Bundan sonra ölüm yoxdur. Gedə bilərik. YouTube artıq nə gəldi çəkirik. Artıq o mərhələni keçmişik. Hər şeyi ən yaxşısını tapıb çəkmək, ən yaxşısını göstərmək istəyi. Çox təəssüf ki, baxılmır. Bax, o reaksiyanı görə bilmirik. Həm izləyicilərdən kimlərsə görür, baxır, bəyənmir. Xüsusən onlar adama biraz daha pis təsir edir ki, çünki izləmə statistikalarına baxanda orada açıq-aşkar görsənir ki, izləyənlərin əksəriyyəti belə deyək, abunə olmayan izləyicilərdir. Və abunə olmayan izləyicilərin də bilmirəm, indi bəyənməmək təbii ki, real bir şeydir. Bir şey bəyənməyə bilərsən. Yəni, onu heç kəs məcbur edəmir. Amma ən azından dəstək xatirinə kanala abunə olub videonu bəyənməklə fikirləşirəm ki, heç nə itirmir bir izləyici. Əksinə onun verdiyi motivasiya, onun verdiyi izləmə şeyi bizdə daha geri dönüş eləməyə imkan verir. O elə bu ilə. İspaniyanın xoşladığım, daha çox İspanların ən yaxşı cəhətlərindən biri. Bunu bura gələn günündən indiyə kimi hiss edirəm mən. Yəni, dəyişməyən bir şeydir. İnsanlar bir-birinə rastlaşanda, qarşılaşanda tanıdı, tanımadı. Təbii ki, şəhərin mərkəzində getmir, amma bu formada belə yerlərdə həmişə bir-birini salamlayırlar. Yəni, bu bir necə deyim, mədəniyyətin nümunəsidir, kultura nümunəsidir. Heç nə itirmir insan bunu eləməklə. Əksinə, ətrafa pozitiv bir enerji verirsən. Həmin günkü vəziyyətin, psixoloji durumun heç də önəmli deyil. Sadəcə bir salam verməklə qarşıdakı insan zaten bunu bilmir, sən onu bilmirsən. Çox yaxşı bir şeydir. Təbii ki, yəni bunu mən Sevilla'da da görmüşəm, Madriddə də. Madriddə çox deməyək, amma var, hələ də Madriddə də qalır. Və burada da bir həftə deyil, arada ilə bu yolla yerində bir neçə şəxs o formada salamlaşıb keçmişik. Burada da böyük bir, məsələ, fabrika oxşayan bir şey var. Nə deyil, nə fabrika deyil. Özümüzə əziyyət verir, xəritədə baxıb bilərik, prosto. Nə biləm, prosto işlətməlidir, daha keçdi. Əvvəllər çəkdiyim videoların montajına hardasa 4 saat, 5 saat ən azı vaxt ayırırdım. Hər incə detalına qədər çalışırdım ki, mükəmmələ yaxın olsun da, yaxşı olsun. Bunda qeyd elədiyim o istənilən reaksiyanı görməmək biraz ondan uzaqlaşdırırdım. Artıq nə gəldi, necə gəldi çəkib biraz qənədindən, quyruğundan kəsib, düzəldib atırıq ora. Ona görə köhnə videolara zaten baxsaz nə demək istədiyimi biləsiniz. İndi o qədər də çox fikir verib, önəm vermirik. Bu mənzərə fonunda gəzintiyə davam edirik. Bura həqiqətən də çox gözəl bir hissəsidir. Bax, dediyim o dəfnə yarpaqlı ağacı buradan düz axıra qədər var. Bu bizdə qalardı görəsən. Bizdə əsasən turşuya, sonra ət yeməklərinə istifadə edirik da bunu. Bunu sapa kesilib biz qurudurduq. Bizim kənddə həyətimizdə var bu ağaçdan. Həmişə yaşıldır, yəni ürəyin istəyən vaxtı götürüb onu ağaçdan istifadə edə bilirsən. Amma qurudurduq, qurusunu da saxlayırdıq, bəzən gördün ki, nəysə lazım olur o da.
Gəlib çatdıq belə bir körpüyə. Bayaq sizə dediyim saydı, belə qədər gəlir. Üstündə belə bir keçid körpü var. Həm idman eləyənləri düşündükləri üçün, həm də bir nəqliyyat yolu kimi, bax bu yolu məsəl üçün o velosipedlər üçün düzəldilər. Yəni asfaltlanmış bir yoldur. Bura belə deyim, maşın yolu deyil bura. İdman yolu gedir adı. Velosiped yolu da belə. Gözəl ideyadır. Yəni tək şəhərin içində yox, görürsünüz şəhərin kənarındakı qəsəbələrlə də belə bir belə deyək, nəqliyyat xətti çəkiblər. Biz də bundan istifadə edib gəzərək bu havanın təmiz dağ havasını udaraq yolumuza davam edirik. Kanalı izləyin, bəyənin. Yenə də deyirəm, heç kəsi bir şey bəyənməyə məcbur eləmək mənim fikrimcə, mənim baxış açımdan doğru deyil. Sən bunu bəyənməlisən, yox. Ən azından bir dəstək xatirinə deyək, kanalı bəyənib abunə olsanız yaxşı olar, həm motivasiya olar, həm də digər videoları qarşınıza çıxar, əgər maraqlıdırsa. Sağ olun bu videonu da. Sağ olun video nədir? Videonu burada vlogu yekunlaşdırıram. Özünüzə fikir verin. Çox sağ olun. Hələlik.